Əməkdar artist Cabir İmanovun vəhabi olması barədə iddialar uzun müddətdir davam edən müzakirələri yenidən aktuallaşdırdı. Bildirilir ki, cəmiyyətin sevimlisi olan belə şəxslərin bu təriqətə meyil etməsi vəhhabiliyin təsirini gücləndirir. Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa Qlobal İnfoza açıqlamasında deyib ki, İslam dininə aid olan bir terminologiya var, o da müsəlmanlıqdır. Stat: Hər kəsin hansısa bir təriqət və ya məzhəb seçməsi şəxsi işidir. Amma İslam dininin prinsiplərində belə bir tələb və uyğunluq yoxdur. Çünki Qurani-Kərimdə də yalnız bir ifadə işlədilir. O da müsəlman ifadəsidir. Qurana istinad edən, Peyğəmbərin şəxsiyyətini və yolunu referans alan insanlar üçün Vəhabi, Sələfi, Şiə, Rafizi, Nurçu kimi anlayışlar ümumiyyətlə yoxdur. Ancaq müasir dövrdə insanların özlərini bu adlarla tanıtması və təqdim etməsi tendensiyası yarandığına görə bu artıq ictimai təhlükəsizlik kontekstində diqqət çəkir. Məsələn, əgər bir qrup şəxs Vəhabi adı altında terror təşkilatı qurursa, şəriət dövləti yaratmaq istəyirsə, hüquq mühafizə orqanları buna reaksiya göstərir. Yaxud da bir neçə şiə İrandan təlimat alaraq terror aktı törədirsə, bu artıq konkret terrorçu qruplaşmadır və din vasitəsilə həyata keçirilən cinayətdir. Statın sonu. Fazil Mustafa'nın fikirlərini ətraflı şərh bölümündəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.